Kursumuzun Instagram səhifəsinə bir hörmətli valideyn belə bir mesaj yazır. Müddətdir övladım hazırlaşır, hələ də 500 SSS balını keçə bilməyi, yay üçün nə təklif edirsiniz? İlk öncə, niyə bir müddət hazırlaşan şagird keçə bilmir? Müxtəlif səbəblər ola bilər burada. Ola bilər şagird mövzuları düzgün mənimsəməyib, ola bilər yetərincə praktik test işləməyib və yaxud işlədiyi testlər imtahan formatında deyil. Ola bilər düzgün Desmos kalkulator istifadə etmir. Ola bilər şagirdin ingilis dil səviyyəsi aşağıdır və bu SAT balına təsir edir və s. və ilə axır. Bunu şagirdi yoxlayıb testdən keçirib demək olar və daha düzgün olar. İkinci məsələ, yay üçün nə təklif edirik? 10 və 11-ci sinif şagirdləri iyunda, avqustda və sentyabrda SAT imtahanlarına girmək istəyən şagirdlər üçün yay boyu həftənin 3 gününə SAT Maths və SAT Verbal yay qruplarımız var. Günü bugündən müraciət edib, testdə iştirak edib qruplara yazıla bilərsiniz. Hörmətli valideynlər, siz də bu postun altına istədiyiniz sualı yaza bilərsiniz. SAT barədə, IELTS barədə, xaricdə təhsil və s. kursumuzun fəaliyyəti barədə suallarınızı yaza bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.